Dərsləri bağlayaq bir dənə, ancaq sual verəndə sözlüyanda açarsın. Deməli, indi bizdə nə lazımdır? İ-nin sayı qədər ulduz çap olunsun da, düzdür? Bunu necə edək? Onu çömələşə də tək mənə qalmasın yük. Print i-nin sayı qədər ulduz. Yəni nə? Dırnaqda İyi. ulduz. String kimi gedir də bu. Bıraq i. Bunu çap edək, birinci baxaq. Yəni məcbur deyilik kodu ilk başdan siz hər şeyi yaradasınız. Bunu yarada baxırsınız da, run eləyə baxırsınız ki, nəticə nə olacaq. Belə oldu. Düzdür? Nə oldu burada? i. Hə, belə oldu. Niyə görə belə oldu? Çünki belə olmadı da birinci ulduz, sonra 2 dənə ulduz. Ulduzu vururuq nəyə? i-yə. i də hər dəfə 1, 2, 3, 4, 5 hər sətirdə görürsünüz ayrı. Amma mən fikirləşirəm ki, buna nəsə bir ideya fikirləşmək lazımdır. Əvvəla bu yolkanın sol tərəfidir. Solunda da bir dənə bundan olmalıdır. Bu ayrı məsələ. Amma burada birinci nəyə başa düşmək lazımdır? Bu bir məntiq qursaq, bu bir ulduz düzdür. Amma burada əskikdir. Burada nə olmalıdır? Bu ulduzdan bir dənə az ulduz bura düşməlidir. Yəni bir ulduz gəlsə okeydir də bu. Yəni 2 minus 1 qədər düşməlidir. Burada 3 dənə var. Bundan da bir az. Bu qədər. Deməli hər sətrə mən yeni ulduz əlavə edəcəm, amma i-dən minus 1 qədər. Yəni də onu eləyək. Görək nə olacaq. Deməli, hər sətrə əlavə edəcəm. Bundan minus 1 onsuz da şeydir də, yox deməkdir. Yazaq indi. Deməli, ulduz deyirəm. Ulduz, bıraq. Vurmaqda bu heç. Ulduz bıraq. Açıq yazaq ki, daha düşünmür. Mötərizədə i minus 1. Onun üçün başa düşmənsə desin indidən. Bax, ulduzu vururam. Əvvəldən nə əlavə eləməliyəm? i-dən bir dənə az ulduz. i-dən bax, həmin şeyi koduna yazmışam. i-dən bir az. Çünki hər vaxt fikir ver, hər sətirdə bundan bir dənə az, 2 dənə bura gəlsə yox çıxacaq. 4 dənədir. i-nin sayı da burada 4. Bundan bir dənə az. O həmin şeyi mən burada yazmışam. Demişəm ki, i-dən bir dənə azı da əlavə elə. Birinci 10 ilə sonra burada vurmadan əlavə bir dənə nə edək? Üstə gələk. Ulduz, vuraq i. İndi buna baxaq. Burada prosta nə baş verdi? Götürdü yenə. Bunları bu soldan düzdür. Ona görə artıq görsəndi. Soldan hamısını düzdür. Mənə lazımdır soldan məsafə də olsun. İndi məsafəni ölçək. Bu 10 sətirdir. Bu 10 sətirdir də, düzdür, belə götür. 9 sətirdir. Bunun ən yuxarıda boşluqlar olmalıdır. Sonra o boşluq hər dəfə bir dənə azala getməlidir. Yolkanın sol tərəfində üçbucaq kimi boşluq qalır da. Deməli, ulduzun biri burada olmalıdır. Buradan bir dənə boşluq, nə qədərsə. Sonra ondan biraz az boşluq, biraz az boşluq. Bunları da birləşdirmək lazımdır bura. Sonra aşağıda gəlir. Bura qədər əslində düz gəlmişik. Prosta bunun əvvəlinə bunun sayı qədər deyək də, bunun sayına qədər mən boşluq atmalıyam. Onu da gəlib yazıram. Boşluq, vuraq, 10 yazmışam da. 10 yazmayaq, çünki 5 ilə yoxlayaq. Birinci görə hələ 5 boşluq var, görün nəticə necə olacaq. Yəni, bunu əzbər bilməyə ehtiyac yoxdur. 5, üstə gəl, bunlar. O 5 boşluğu, prosta 5 yazmışam. Bu hər dəfə 5 dənə boşluq qoyacaq da ora. O da düz gəlmir axı. Mənə lazımdır burada 5 qoysun, burada 4 qoysun. Və yaxud indi məsələn bunu 7 eləyək. Birincidə 7 qoyacaq. İkincidə ondan biraz az, ondan biraz az. Hər dəfə bir dənə azalmalıdır. Ona hər dəfə bir dənə azalmalıdır. Mən belə yazıram onu. 7. Mən bilirəm ki, i
Sıfırdan başlayacaq, birdən başlayacaq 10-a qədər. Düzdür? Onu nətər yazıram? 7 minus i. Belə yazıram ki, i 1 olanda 1 çıxsın, bura 6 boşluq qoysun. i 2 olanda bura olacaq 5 boşluq, 4 boşluq. Yəni bu şəkildə də. İndi vururam, indi hardasa biraz oxşadı. Aşağıda amma görürsüz yenə çatışmamazlıq var. Niyə görə? Çünki buradakı boşluğun sayını az eləmişik. Ona görə bunu 8 ilə yoxlayıram. 9 ilə yoxlaya bilərik. İndi bax görürsüz. Bu boşluqlar oradan irəli gəldi. Burada deməli 9-dan minus 1, 8 dənə boşluq qoyub. Bax, 8 dənə boşluq. Sonra i artdı 7 dənə, 6 dənə, 5 dənə belə-belə gedir də. Və yenə də çatışmır. Nə çatışmır? Bunun aşağısına ayağını da qoymaq lazımdır. Qoymaya da bilərsən, amma ayağını da qoymaq lazımdır. Onu necə edək? Torun içərisində eləyək, yoxsa çöldə eləyək? Çölündə. Çöldə də eləyə bilərik, içəridə də eləyə. Prosta içərini fikirləşirəm. Ən yaxşı çöldə eləməkdir ki, bizə mane olmasın da. Print. Else də eləyə bilərik əslində. İçəridə də eləyə bilərik. If-dən falan istifadə eləyə bilərik, amma bu da düzgündür. Yenə deyirəm ki, boşluq qoyacaqsan. Neçə dənə? Tutaq ki, 3 dənə olsun da. 3 boşluqla verək. Sonra düzəliş eləyərik. Yəni boşluqdan verəcəksiniz. 3 boşluqdan sonra nə olmalıdır? Plus. Burada özümüz yazırıq. Ulduzların sayını sən 4 dənə ayaq olsun. Belə bir şey eləyək. Bundan bir dənə də təkrarlayaq. Görsən ki, bax, görsən soldan az məsafəsi var. Neçə yazaq? 5, 5. Yenə azdır. İndi gördünüz. Çətin bir şey yoxdur. Amma fikir verdinizsə, mən burada 2-3 işi gördüm, amma hamısında mərhələ-mərhələ getdim də. Birində neylədim? Ulduzları 10-a qədər artırmağını istədim. İkincisində soluna ulduz əlavə eləmək. Onu harda elədim? i-1 qədər ulduz əlavə edəcəm soluna. Fikir versiniz, bu sol tərəfdir, bu da sağ tərəf. Sol tərəfində ulduzlar -1 qədərdir. Onu başa saldım da sizə. Bir də solunda boşluq da olmalıdır. Birinci sətirdə daha çox. Sonra i artdıqca get-gedə boşluq sayı azalır. Niyə görə? Çünki 9-dan çıxanda həmin şeydə vuran boşluq. Burada nəsə qaranlıq qalan bir şey olsa deyə bilərsiniz. Və qarışıq görsənir, amma dərsdən sonra bunu oturub yazsanız, biraz analiz etsiniz, asandır. Aydındır. Bəli, bəli. Belə tam tutmadım açığı, amma siz demiş ki, bir 5 dəqiqə bir baxım eləyim, bir özüm yoxlayım, ondan sonra tutaram. Ben hələ tutmamışam. Hə. Mərhələ-mərhələ yazsaz belə şeyləri asan. Birbaşa eləmək çətindir. Yəni sən birbaşa bunu yazmazsan, buna neçə ilin proqramçıları yaza bilər. Amma birinci bu hissəsini düzəltdin. Tutaq ki, birinci hardan başlasan, bunu düzəldirsən də. Ulduzları artırmaq 1-dən 10-a qədər. Sonra soluna nə əlavə edirsən? Ulduzları i-dən bir dənə az qədər artırmaq. Soluna deyir ki, bir vahid az əlavə olmalıdır və bunu əlavə. Üstünə də gəlsiniz bunu. Üstünə də gəlsiniz bu boşluğu. Sətir getdikcə, sətir aşağıya doğru getdikcə boşluq sayı azalır. Onu hardan bilirəm? Bundan bilirəm. Belə. Dərsdən sonra, ancaq buna dərsdən sonra baxarsınız.
Range-i də keçək. Range asandır çünki niyə görə? Range mən onunla bağlı həm işləmişik, həm ümumiyyətlə indeksləmə ilə, slicing ilə bağlı deyə asandır. Funksiya nədir ümumiyyətlə? Funksiya kiçik bir proqram kimi də demək olar və əsas məqsədi nədir? Bir kod var, o kod blokunu sən tez-tez istifadə edirsən. Yəni, məsəl üçün, belə təsəvvür edək, bir dənə təzə şey yaradaq burada. Məsələn, burada. Mənim tutaq ki, 50 sətirlik kodum var. Mənim 2000 sətirlik kodumda da o 50 sətri və ya 100 sətirlik kodu hər dəfə eyni şeylərdir. Prosta onu 10 dəfə yazıram. O 50 sətr kod oldu, çox oldu da, ona vuranda oldu 500 sətr. 500 sətri mən bir dəfə yazsaydım və onu ayrı-ayrı yerlərdə proqram kimi işləsəydim daha rahat olardı. Ona görə də bizə nə lazımdır? Funksiya lazımdır. Təkrarçılığa yol verməmək üçün. Eyni kodu 10 dəfə yazmaq. Funksiyanı yazırsan, adını çəkirsən, gəlir. Bax, indi funksiyanın əsas məntiqi nədir? Def ilə yaradılır. Yəni, açar sözü defdir. Məsələn, sən burada A bərabərdir, nəsə yazırsan. Buna def falan heç nə ehtiyac yoxdur. Amma funksiya yaradırsansa, mütləq şəkildə bu def olmalıdır. Yəni, funksiya olacaq bu, o deməkdir. Və bunun da bloku var, daxili bloku var. While kimi, if kimi, for kimi, hamısı necə bloku var idi, bunun da bloku var. Bunun fərqi nədir? Və onu da deyim ki, buradakı söz ingiliscə ola bilər, Azərbaycanda ola bilər, fərqi yox. Buradakı söz nə et sualına cavab verməlidir. Yəni, hansısa bir işi icra edir, hərəkət bildirir. Amma dəyişən adları, məsəl üçün, name olsun. Bu dəyişən adları nə sualına cavab verməlidir, amma funksiya adları nə et. Yəni, sən burada yazsan ki, məsəl üçün, name bu yanlışdır. Python buna xəta verməyəcək, amma proqramçılar, məsəl üçün, onlar tərəfindən pis qarşılanacaqsan. Ümumiyyətlə, məntiqsizdir. Name nə demək? Fail yazılmalıdır, yəni. Fail yazılmalı, hərəkət bildirməli. Çünki bunun içərisində hansısa bir kodlar icra olunacaq. Bax, indi belə bir şey göstərəcəm sizə. Bax, sizcə indi mən çalışdırsam kodu nə olacaq? Ekranda nə görəcək? Salam, sağ ol, yoxsa hər ikisi, yoxsa heç biri? Sağ ol. Salamı görməyəcək. Salam. Təkcə. Təkcə salam deyən var, sağ ol deyən var. Baxaq ki, İkisi də görünəcək. Sağ ol. Yəni, funksiyanın əsas prinsipi nədir? Elə bir kiçik bir proqram yaradırsan və onun düyməsi olur. O düyməni basmadan onun içərisindəki kodlar icra olunur. Biz if-else-də nə keçdik? Dedik ki, if-ə də kodlar yazsan, else-ə də yazırsan. Şərt ödənsə if-dəki kodlar işləyəcək, else ümumiyyətlə ləğv olacaq. Ödənməsə if-dəkilər işləmir, ödənmədiyinə görə else-dəkilər işləyir. Yəni, sən o kodları elə bir iki yerə ayırdan da, işləyən tərəf, işləməyən tərəf. Adın sağ ol düşdü. Bu isə burada şərt falan yoxdur. Dedik ki, yenə hamı snake case-ni yazıram. Nə etsin? Yəni, salamla. Salamla yaza bilərik. Bunun içərisində, bu blokun içərisində yazdığımız kodlar heç biri mən bunun adını çağırmadan icra olmayacaq. Vururam, nə qədər istəyirsən vur. Bunun içərisindəki kodlar oxunmur sanki. Əslində oxunur, yaradılır. Sadəcə icra olunur. Yəni, onun icra olduğunu biz görmürük. Necə icra eləmək lazımdır? Funksiyanın adını çəkirsən və mötərizəsində qoyursan yanına. Mən 5-ci sətirdə demişəm ki, yaratdığım bu proqram var idi, kiçik bir proqram. Onu işlət, onun elə bir düyməsini basıram. İndi içindəki kodları icra elədi. Yəni, mənim harada istifadə eləmədiyimi mən asdım. Məsələn, gələrəm aşağıda, yenə istifadə edərəm. Görürsən, yenə salam dedim. Nə qədər sonsuz sayda istifadə edə bilərsən. Düyməsini basırıq, elə bir düyməsini basırıq ki, işlə. İçərisində yazdığımız kodlar baş versin.
Görsən istədiyimiz qədər çıxarda bilərik. Funksiyanın return məsələsi var. Biz buna təzə tanış oluruq. Return nədir? Bax, mən burada print salam yazmışam da, düzdür? Bax, say hello. Bunun nəticəsini mən istəyirəm ki, bir dəyişəndə saxlayayım. Yazıram A bərabərdir say A deyək. Burada da mən print A demək istəyirəm. Belə. İndi baxıram, nə deyir? None. Yəni elə bir ki, bura bizə none düşüb. O da düşüb A-nın içərisindən. A-nın da içərisinə baxanda deyir none. Yəni heç nə yoxdur da, boşluq yoxdur. Çünki hər bir funksiyanın return-ü olmalıdır. Bax, biz bunu bu şəkildə yazmışıq, düzdür? Print işlədi. Yəni salam sözü çıxdı bura. Amma bir dənə problem var ki, bunun return-ü yoxdur. Mən buradan yazmamışamsa, bax, return yazılmalıdır və ona yalnız bir çıxışı var da. Biz funksiyanın çağırından sonra onun çıxışından nəsə ötürülməlidir. Mən buraya yazsam, məsələn, return 1. İndi bax, çap edirəm. A-nın içərisinə gör nə düşdü. Deməli, bu funksiyanın içərisinə gəldi, düşdü 1. Nəyə görə? Çünki biz demişik ki, funksiya işləyəndə onun çıxışına mən 1 istəyirəm düşsün. Mən də A-ya mənimsətmişəm. Bunun return-ü nədir? 1. Həmin 1 gəldi, düşdü A-ya. Başa düşdü. Bunu ümumiyyətlə proqramçılar belə yadda saxlayır. Bu sanki stanokdur. Onun içərisinə taxta salarsan, nə bilim, nəsə salarsan, o tərəfdən bir məhsul çıxır da. Hazır bir məhsul çıxır. İçərisində avadanlıqlar var, nə bilim, hissələr var. Orada proses gedir və çıxışı var bunun. Bax, həmin o çıxış budur. Həmin bu aparatın kiçik dünya, kiçik proqram, nə istəsə deyə bilərsiniz. Sən deyibsən ki, mən kodu yazıram, bax, nə vaxt adını çəksəm, print salam çap olunsun, çıxışına da 1 düşsün. Mən onu tutmaq istəyəndə bu şəkildə tuturam. A ilə tuturam da, deyirəm A bərabərdir, kodu çalışdır. Bunu da bu da çıxışından 1 verdiyinə görə A-nın içinə 1 düşür. Return-ün məqsədi budur. Yəni funksiyanda çıxışı, return-ü mütləq olmalıdır. Əgər yazmasaq, belə yazmışıq, bax. Yazmamışıqsa, return ümumiyyətlə qoymamışsa, Python deyir ki, bu funksiyadır. Funksiyanın return-ü olmalıdır. Götürüb avtomatik return-ə none yazır. Ona görə də biz bunu belə yazanda, bax, A-ya gör nə düşdü? None. Görürsünüz. Məsələ, burada onu yazmışıq. Toplamanı bir dənə eləyək. Deyək, topla. Topla adlı bir funksiyadır. Və biz arqument hissəsinə çatmamışıq. Bunu yenə də yazaq da. Buraya yazıram A, bir dənə də B yazıram. Burada mən deyirəm A ilə B-ni topla. A ilə B-ni topla. Bunu da heç bunu ləğv edəyək. Burada da yenə toplanı çağıracam. Topla. İndi baxaq, yenə eyni məsələdir. Mən A ilə B-nin cəmini tutmaq istəyirəm. Hansısa bir boş qaba, dəyişənə qoymaq istəyirəm. Boş qab deyirik də biz ona. Mən burada bunu qoya bilməyəcəm. Görsən, heç cür qoya bilmirəm. İndi burada biz bunun içinə də yazaq ki, nəsə. Yazıram 5, 10. Yəni 5 ilə 10-u topla. Çünki mənim yazdığım funksiya odur axı. Yazdığım o rəqəmlər A əslində 5-dir, B də 10-dur. Bunları götür, neyinə topla. Nəyə əsasən deyil? Çünki mən burada printlə topla demişəm. Mən burada baxanda mənə print eləyib o funksiyanın içərisindəki printə görə çap olundu. Amma mən onu nədəsə tutub saxlaya bilmədim. Elə bir biz o aparatın içərisində məhsul saldıq. Oradan çıxışdan içərisində gördüm ki 15 var. Amma mən onu boş qaba qoyub apara bilmədim. Elə bir orada 15 gördüm. Elə bir içərisinə baxıram. Şüşədir. Oradan baxıram ki içərisində 15 emal olundu. Amma o çıxa bilmədi. Çünki çıxması üçün
return yazmalıyıq və burada yazmalıyıq. A plus B. İndi mən A-nı çap edəndə deyəcək ki, A boş qab. Artıq mən onu saxladım. O çıxan məhsulu mən boş qaba qoyub saxladım. Harda A istəsəm istifadə edə bilərəm. Yəni proses ümumiyyətlə proqramlaşdırmada belə şeylər vacibdir. Zamanlama anlayışı və çıxan dəyərləri saxlamağa. Mən sizə əvvəlki dərslərdən deyirəm. Deyirəm bax, bu listin sənə indiki əvvəlki halı sənə lazım deyilsə, o həmin listin adını dəyişə bilərsən. Yəni məsələn, üçün tutaq ki, deyək də list 1 idi, belə. Məsələn 1 2 3 4. Tutaq ki, belə 1 2 3 olsun. Deyir ki, sən məsələn bunların hamısını kvadra yüksəl, list yarat. Sən də bu listi bilsən ki, bu listin işin bitib. Ona görə gəlib belə aşağıda deyirsən ki, mənə onsuz da əvvəlki halı lazım deyil. Təzədən bir də onu dəyişəndə axı bunun içərisindəkini dəyişirsən də. Deyirsən ki, hə bunu hamısını kvadra yüksəlt, yenə əlavələr, yəni burada şeydən istifadə edə bilərik, fordan istifadə edə bilərik, onu bilirik. Deyirsən ki, da mənə lazımdır, amma sənə lazımdırsa götürsən list 2 yaradırsan. Deyirsən ki, mən list 1-də istifadə edə bilim, list 2-də. Və həmin vəziyyət. Əvvəldən mən sizə bunun istədə vurğulamışam. İndi bax, bu funksiyadır. Bunun bir çıxışında o içində gedən proseslərin nəticəsini mən hansısa bir dəyişənə qoyub saxlamalıyam ki, mənə lazım olur. Ona görə də bundan return istifadə edirsən və bunu bax, bu şəkildə mənimsədə bilərsən. Əgər belə eləsək, bax ki, A yoxdur. A yoxdur, hə. Biz indi neyiniyək? Bu gəldi, bura düşdü. Mən yenə saxlaya bilmədim. Elə bil şeydən, zavodumdan və yaxud da aparatımdan məhsulu mən qoydum. Çıxanda töküldü yerə, dağıldı, çıxdı, getdi. Mən onun altına qab qoymaq üçün belə yazıram. Bax, A bərabər. Həmin o elə bir ki, return-dən gələn şey tökülsün, həmin o məhsul A boş qabın içərisinə tökülsün. Sonra mən onu nə qədər istəsəm istifadə edeyim. Məqsəd budur burada. Yazmasaq, bax, fikir versən none. Default-u none. Default nə deməkdir? Yəni, özü onunla dəyər verir return-ə. Burasını dedik. Və return-ün bir də maraqlı məsələsi də var. Bax, return-ün bir də maraqlı məsələsi var, ona baxaq. Return, məsəl üçün 5. Burada da print eləyək. Məsələn, A yazdım bura. Və funksiyamı çağırıram. Bax, mənə bunun return-ünü nədəsə saxlamaq falan ehtiyac yoxdur. Mən görmək istəyirəm ki, mən funksiyamın adını çağıranda nələr baş verəcək. Məcbur deyiləm mən bunu return-ü nədəsə saxlamaq. Amma saxlamaq lazım olsa bilirəm də necə edəcəm. Bir dənə dəyişən yaratsam, bərabərdir funksiyanı çağıracam. Və çalışdırıram. İndi bax, topla. Bunu arqument yazmalı. Çünki A-sı B-si var, mütləqdir. Deyirəm ki, 5, 7. Məsələn, bunları A-ya B-yə düşəcək. Biz də onlara aid heç nə eləməmişik, amma yazmalıyıq da. Çünki burada arqumentləri qoymuşuq. Bax, 12 çap olundu. Çünki mən bunu toplamışam burada. Return bizə 5 qaytardı. Çıxışına 5 düşdü. Mən əgər A-ya bərabərləsəydim, A-nın içərisində 5 olacaqdı. Çap olunmadı. Kim deyər, bu nəyə oxşadı? Bu sizə nəyə xatırlatdı? Bu kod icra olunmadı. Bunu hansı keçdiyimiz dərsə oxşada bilərsiniz? Bunu oxşar şey seçmişəm. Break kimi bir şey elə bilir. Break kimi. Ya da continue kimi. Altında qalan kod şey getdi şimdi. Bu döngü deyil də, bu hər dəfə təzədən bu çağırılmış. Mən bunu burada yazmışam ha. Bu heç vaxt oxunmayacaq da. Bunun şansı yoxdur. Elə break kimi bir şeydir. Continue olanda da altdakini oxumurdu. Continue olanda da oxumur. Heç vaxt bu oxunmayacaq. Heç mən özümü öldürürəm aşağıda nə qədər çağıram falan, xeyir yoxdur. Bir dənə return olmalıdır bunun. Return funksiyanın sonunda gəlməlidir. Yəni blokun ən axırında olmalıdır return. Bəzi istisna hallar var, ortalarda ola bilər. Sən if else-lər falan yazıbsansa ola bilər. Amma sən durub belə açıq, nə if var, nə bir şey, sən birbaşa burada return veribsənsə, altına kod yazıbsansa, avtomatik olaraq məntiqsizdir.
Çünki bu heç vaxt işləməyəcək. Yəni belə şeylərə diqqət etmək lazımdır. Yəni situasiyalar var da, sənin if else-un varsa, if-ə girsə return eləsin, o başqa məsələdir. Amma burada if falan yoxdur deyə açıq-aşkar biz o yazdığımız kodların mənası olmayacaq. Görürsünüz, bax burada onu qeyd etmişəm. Bu işləməyəcək çünki return-ün aşağısındadır. Və bir neçə return də yaza bilərik. O da hansı şərtlə? Biz onsuz da bayaqdan onu danışırdıq. Dedik ki, if-ə yazdığımız kodlar və yaxud da else yazdığımız kodlar ikisindən biri icra olunurdu. Mən if-ə return vermişəm, amma else verməmişəm. O da düzgün deyil. Yenə götürəcək, əgər else ödənibsə, yəni if ödənməyibsə, bunu görməyəcək axı. Sadə məntiqdir. Yəni siz bunu if-i bilirsinizsə, bunu başa düşməz. Yəni if-ə girməyibsə, bunu oxumayacaq. Bunu oxumadığına görə deyəcək, hə, returnimiz bizim yoxdur. No. Başa düşdük? Bax, burada da məsələ oldu. Yəni sən bir neçə return-ü ancaq belə eləyə bilərsən. If else-in içərisində. Gələk indi arqument məsələsinə. Məsələn, yenə deyirəm def salamla. Nə et salamla? Buradan name verirəm. Düşürəm blokuna. Deyirəm print. İndi return-ı hələ ki qoyduq kənara. Salam. Buradan da yazıram name. İndi mən nə vaxt desəm ki salamla. Burada yazsam. Məsələn Hüseyn. Çalışdırsam. Bizə salam Hüseyn. Görürsən salamladı. Nə et salamla? Və proses necə edir? Bura yazdığımız o dəyişən, bu dəyişən nədir? Funksiyanın lokal dəyişəni. Mənim bura yazdığım sözü avtomatik elə bir məntiqlə işləyir. Götürür nə edir? Deyir ki, salamla adlı funksiya var. Onun içərisində belə bir arqument var imiş. Deməli, bu əslində onun içərisinə qoymaq istəyib bunu. Götürüb bunu qoyur bunun içərisinə. Sonra printə gəlir. Printdə baxır, deyir salam sözü və name dəyişəni. Name dəyişənin içərisində nə var? Hüseyn. Və həmin şeyi bizə qaytardı. Burada məsəl üçün başqa bir şey ola bilərdi. Tutaq ki, name, surname. Surname yazaq belə. Hə. Burada məsələn deyirəm Hüseyn. Dırnaqla. Və burada da deyirəm ki, bax. Onun üçün başa düşməsə desin. Aydındır bu sizə. Yəni götürdü niyədir. Yenə 2 dəyişən görür burada. Əgər mən bunları qoymuşamsa mütləq yazmalıyım. Mütləq mən burada funksiyanı çağıranda, çünki biz bunu bax, biz necədir? Elə bir aparatdır. Siz o aparatın 2 dənə yeri var. Məhsulun çıxması üçün o 2 dənə yerin içinə də nəsə ötürməlisiniz. Məcbursunuz. Çünki burada səndən tələb edir. Deyir ki, bax bunun name hissəsi var. Ona nəsə ötür. Və bir dənə də surname hissəsi var. Ona da nəsə ötür. Biz ötürdük. Sonra onları istifadə elədik. Eləməyə bilərsən, yəni eləməyə bilərsən. Səndən asılıdır. Amma əsasən səndə burada arqumentlər varsa, ötürürsənsə, deməli bunun içərisində də ona uyğun proseslər getməlidir. Yəni sən burada surname istifadə eləməsən, məntiqsiz olacaq yenə. Niyə istəmişdin? Bu məsələ var. Bax, görürsünüz, burada da baxaq görək. Lokal, qlobal dəyişənlərdən danışsaq. Biraz buna giriş eləyək. Sonra bitirək dərsi. Deməli, yəni bunu da ləğv edirəm. Def nəticəni göstər olsun. Nəticəni göstər adlı bir funksiya yaratdım. Burada da deyirəm ki, x bərabərdir 5. Print x. Yaxşı.
Burada da x var. Bundan bu günləri danışmışıq. X adlı, eyni adlı dəyişəndir. Burada da var, burada da var. Mən də x-i çap elə deyəndə, hətta belə deyək, print x. Nə baş verəcək burada? Nə hansı olacaq? Nə baxarıq. 5'i çap eləyər. Nə edəcək? 5'i. İkisi də 5 olacaq səncə? En sonunda bir dənə 5 olacaq. Burada da 2 dəfə printimiz var. Print x. Hətta mən gəlib burada funksiyanı çağırmamışıq da, onu da deyin. Mən bir adından çıxdı. Nəticəni göstər. Çağırıram. Qoy bu buradakılar icra olunsun da. Nəticəni göstər demişəm və x-in qiymətini dəyişmişəm. Demişəm x 10 idi, 5 elə. İndi baxaq print. Burada bir dəfə print işləyəcək, bir dəfə də funksiyanın içərisində. Burada yazaq hətta bilinməsi üçün. Bax debug deyirdim azsa. Bu günlər üçündür. Bax. Daxili x. Bax gördünüz necə lazımlı bir şeydir. Görün debug. Burada da yazaq. Xaricdəki bu biləkdən hansı printin nəticəsidir? Elə. İndi baxaq. Funksiya daxili x5, xaricdəki x10. Burada kərama olmaq böyle tutmaz. Çünki niyə görə? Eyni adla yaratsaq belə, ümumiyyətlə funksiyanın prinsipi bizə nədir? Məsəl üçün, bir dostum var, bir funksiya, ola bilər də, indi 200-də Python'da işləyirsiniz və ya da hansısa dildə, indi sintaksiz fərqi olacaq, başqa proqramlaşma dilində problem yaşanacaq. Amma sən Python'da özündən bir funksiya kəşf edibsən, məsələn, 2 rəqəmi toplayan, nəsə tapan, nəsə bir ixtira edibsən də özündən. Və sən deyirsən ki, mən bu işi görən bir dənə funksiya yaratmışam. Ona görə funksiyalar və sən onu copy-paste edirsən funksiyanın kodlarını. Sən bunu daşı. Atırsan həmin dostluğa və ya da o sənə. Sən də atırsan öz proqramında onu istifadə edirsən. Buradan nə sözümü gətirirəm? Bu funksiyanın daxilində olan proseslərin kənar proseslərlə əlaqəsi olmamalıdır. Yəni, əgər daha yaxşı, daha belə ideal kod yazmaq istəyirsə, xaricdən əlaqə kəsilməli. Yəni, bu x-in buna aidiyyəti həqiqətən də olmamalıdır. Yox, sən əgər götürüb bu x-dan istifadə eləmək istəyirsən, onun da yolu var. Amma nə qədər ki, xaricdən əlaqə qursan, sənin kodun, yəni yazdığın funksiya elə bir keyfiyyəti ölür. Belə yadda saxlayın. Gələcəkdə onun səbəblərini görəcəksiniz. Mən indi istəyirəm ki, bunun qiymətini götürəm, nə bilim, vuram 2-yə, nəsə də eləyəm. Və ya da dəyişəm. Onun üçün nə yazmalıyam? Global, bu lokal gedir də içərisində. Biz burada funksiyanın içərisində yazmışıqsa, bu test funksiyasının lokal dəyişənidir. Yəni, bu çöldəki x-ilə bunun əlaqəsi yoxdur. Və çöldə əlçatmazdır. Bax, mən bunu heç cürə, bu x mənə əlçatmaz. Mən çöldə print eləyəndə görsən, mənə bu x-i göstərir. Baxmayaq ki, bu birinci sətirdədir. Mənə avtomatik bu x-i verdi. Funksiya dedi, axı, ayrı bir dünyadır. Mən o dünyanın içərisində bu x-i mənə əl çatır. Mən orada bunu çap edə bildim. Amma çölə çıxdım, o x-ilə əlaqə kəsildi. Və bu ayrı muxtar respublikadır. Aydındır, yəni bu formada işləyir. Ona görə bu funksiyanın lokal dəyişəni adlanır. Bu isə qlobaldır. Yəni bu heç nədən asılı deyil, heç bir funksiyanın içərisində deyil. Dayanıb özü üçün hardan istəyirsən bunu götür istifadə elə. Yəni ümumi istifadə olunur. Bu isə kiçik bir dünyanın, proqramın içərisində olan x-dir. Bunların fərqi çoxdur. Yəni eyni addan söhbət gedir. Mən qlobal dəyişmək istəyirəmsə, nə edirəm? Mən bilirəm ki, bax bu x-i dəyişəcəm. Bu x var, çöldə bir x var. Yuxarılarda yazmışam. Həmin o x-in qiymətini dəyişmək istəyirəm və yaxud da o x-in başına nəsə hadisə gətirmək istəyirəm, 2-yə vurmaq istəyirəm, nəsə eləmək istəyirəm. Onda gəlirəm, buraya yazıram global. Bax, global sözünü yazıram. Buraya yazıram x. Python başa düşür ki, haradasa x var, onun da içində nəsə var. Onu mən funksiyanın içərisində gətirdim. İndi bax, indi çalışdırıram, bax.
Funksiya daxili də 5-dir, xaricdə də 5-dir. Qlobala təsirlədim. Yəni bu x-in qiymətini mən burada dəyişdim. Bayaqdan ayrı dünya idi bu. Heç bunun içərisindəki x ayrı idi, bu ayrı idi. Amma bir dənə bu kodu yazmaqla dedim ki, yox. Bu çöldəki x-dan söhbət edirəm mən. Həmin x-in qiymətini dəyiş. Bunu mən başa salıram. Bu xüsusi situasiyalar var ki, belə çox nadir, milyonda bir hadisələrdə siz bunu istifadə edə bilərsiniz. Amma öyrəşəsiniz buna, götürüb ancaq belə eləyəsiniz. Bu dediyim kimi də siz əgər bunu götürsəz belə, tutaq ki, Atduz, nə bilim, Aytənə, Tofiqə, kiməsə, o götürəcək, atacaq proqramına, deyəcək ki, Global X-i dəyiş. Global X yoxdur axı, onda səndə var o. Sən bu funksiyanı atırsan ki, bu qəşəng bir iş görür. Bu sənin içərisində yazdığın o kod sənin o qlobal dəyişəndən asılıdır. Deməli, bu kodu ancaq sən istifadə edə bilərsən. Başqa adama yəni, yararsızdır bu. Ona görə də funksiyalar öz elə daxilində maraqlı işlər görməlidir. Öz daxilində olmalıdır bütün proseslər. Qlobal, lokal dəyişən məsələsi budur. İndi arqumentdən əlavə biz hələ buna keçməyək. Mən nəyə baxmaq istəyirəm? Bunu yazmıram bura. Deyirəm ki, bunu da silək buradan. Mən burada baxa yekunlaşdıraq. Bax, burada print x edirəm. Bax, bizə nə verir? Bax, görürsünüz nə verir? Xəta. Niyə görə xəta? Kim deyər? Bunu oxuyun. Çünki çöldəki x-la şeydə dəyişik düşür də, belə deyim də. Yəni tuta bilmir ki, çöldəkidir yoxsa daxildəkidir. Əslində 50% düz deyirsən, amma tam düz demirsən. Bu, bax, kodlar necə icra olunur? Yuxarıdan aşağı, soldan sağa. Yəni, buranı oxuyur, deyir x10 imiş. Sonra gəldi, ayrı bir dünyanın içərisinə girdi. Dedi ki, funksiya yaradırsan, nəticə göstər və x-i çap elə. Hələ bunu oxumayıb, hələ bunu görmür. Çünki gəlib bunu oxuyandan sonra keçir buna. Sən oxumamış ona deyirsən ki, x-i göstər. Bu da deyir ki, mənim içərisində x adlı heç bir şey yaradılmayıb axı. Hətta sənə lokal error verir. Deyir ki, sən çöldəki x-i çap eləmək istəyirsən burada. Olmaz axı. Yəni, bu lokal deyil, o qlobaldır. Sən ona görə bura yazmasan global x. Və yaxud da nə eləməlisən? Yaradandan sonra print eləməlisən, onu istifadə eləməlisən. Onda problem yoxdur. Amma yaratmamışsan bunu burada istifadə eləməksənsə, deyir ki, nə iş görmək istəyirsən? O ayrı x-də, sən funksiyanın içərisindəsən. Funksiyanın içərisində sən onu niyə istifadə edəyəsən? Məqsəd nədir? Yaxşı, istifadə eləmək istəyirsənsə, bu kodu niyə yazmayıbsan? Global x. Bunu niyə yazmayıbsan? Və bu xətalar əslində bizə çox kömək edir ki, bizə elə bir elektroşok kimi də bizi oyadır ki, sən bax, sən nə iş görməyə çalışırsan? Bəlkə səhv edirsən, bir də bax. Səhvin varsa düzəl. Bu məsələ odur. Mən burada print eləyəndə, burada bu şəkildə, tutaq ki, belə kod yazmışam. Buna baxan kimi avtomatik indi errorlar dərsində keçəcək də. Avtomatik baxıram ki, lokal error. Gəlib baxıram ki, mən hələ x aşağıda yaradılacaq, hələ yaradılmayıb. Mən istədiyimdə proqramlaşdırmada zamanlama anlayışı çox vacibdir. Çox vacibdir. Yəni, 4-cü sətirdə elə bil ki, bu 2026-cı ildir, belə deyim, yadınızda qalsın. Bu da 2027-ci ildir, aşağı bu da 2028. 2026-cı ildə mən 27-də olacaq hadisəni soruşuram. Bu da deyir ki, yox, elə bir şey olmayıb axı. Baxır ki, çöldə var imiş, amma sən bunu istifadə edəməzsən, yəni qadağandır. Qadağanı sən qeyri-qanuni eləmək istəyirsənsə, belə bir kod var da, qlobal, ondan istifadə elə. Eləməyibsənsə, yaxşı, bəs məqsədin nə? Sən o x-i çap eləmək istəyirsən. Burada nəsə şey var da, elə bil sən ortada qalıbsan. Çöldəkini istifadə eləmək istəyirsən, yoxsa içəridəkini istifadə eləmək istəyirsən, yolun seçim, düzgün yolu seçməlisən də, öz oyun. Ona da burada deyir ki, belə olmaz. Ya qlobal elə, ya da bunu götür, aşağıda istifadə elə. Yəni, x5 dünyaya gəlsin, sonra sən onu istifadə edə bilərsən rahatlıqla. Lokal olaraq lokaldakını.
Yəni yenə bunun qiyməti qaldı 10, bunun qiyməti 5 qaldı. Amma çöldə, funksiyadan çöldə mən harda x-i soruşsam, x-la nəsə bir iş icra edəməsəm, hansı olacaq? 10 yoxsa 5? Funksiyadan xaricdə. Nəsə başa düşmədim. Məsələn, funksiyanı tutalmışıq. Aşağılarda mən deyirəm ki, x 10. Nəticə nə olacaq? Nəticə 100. Çünki bu elə bir şey görmür. Belə bir şey, bax bu belədir. Yox, əgər qlobal yazsaydım, onda o başqa idi. Deməli, oxuyursuz hara qədər? Tapşırıq yoxdur. Keyword-a qədər. Bura qədər oxuyursuz və bu kodları Tapşırıq nə vermirsiniz? biraz üstünə. Bəli, Tapşırıq nə vermirsiniz? tapşırıq hələ tam keçək sonra. Bu kodları bax götürürsünüz, həm bunu oxuyursunuz, buradan başlayırsınız biraz qurcalamağa. Yəni mən otursam, burada 50 dənə vəziyyət yaradaram. Hamısı da fərqli-fərqli. Amma siz bunu eləməlisiniz ki, həm sizin araşdırma qabiliyyətiniz sürətlənsin. Yəni belə deyim. Məsələn, mənə sual verirsiniz də, tutaq ki, deyirsiniz ki, bu x götürək bura qoyaq, görək nə olacaq. Həmin işi siz növbəti dərsə qədər eləməlisiniz. Ümumiyyətlə hər dərs bunu eləməlisiniz. Bütün situasiyalara baxmalısınız ki, daha yaxşı başa düşəsiniz. Düşdünüz. Belə. Funksiya deməli def-lə yaradıldı. Nə et sualına cavab verən bir söz yazmalıyıq və ya da söz birləşməsi. Arqument hissəsi var. İçin boş da qoya bilirik. Amma əgər mən bu funksiyanı yaradanda arqument yazmışamsa bura A, B belə yazmışamsa, mütləq o funksiyanı çağıranda həmin yazdığım qədər, məsələn 2 dənə yazmışamsa, 2 dənə mən bura element atmalıyam. Ki gəlsin biri A-ya düşsün, biri B-yə düşsün. Məsələn bu nəyə oxşayır? Deyir ki, yemək bişirməlisən, 3 ləvazimat qoymalısan ki, həmin o yemək hazır olsun. Sən də burada məsələn 2 ləvazimatdır bu funksiyanın işləməsi üçün. Yəni bu yeməyin hazır olması üçün 2 arqument gedir bunun adı. Sən gəlib bunun içərisinə heç nə qoymayan, elə bil qazanı qoyub sonra içinə heç nə atmadın. Yemək pişməyəcək, o yemək pişmə prosesi deyil. Bu funksiyanın da işləməsi üçün sən 2 dənə şey qoymalısan. İndi qərar versin də mən bura nə qoyum? Rəqəm qoyum, söz qoyum. İndi onu da funksiyanın içindəki proseslərə uyğun edirsən. Bunları toplayacaqsansa bura rəqəm qoyursan. Sözdürsə söz uyğun bir şey yazırsan. İstənilən bir şey deyə bilərsən. Bax, mən burada hansı idi? Kalkulyator. Bax, fikir verin nə etmişəm. Kalkulyator yaratmışam. Bütün içərisindəki prosesləri almışam nəyin içərisinə? Kalkulyatorun içərisinə. Niyə görə eləmişəm bunu? Çünki bu proseslər hər dəfə təkrarlanmalıdır. Yaratmışam və axırda bunu çağırmışam. Çünki çağırmasam bunlar icra olmayacaq ümumiyyətlə. Məndən bax, nə etməlidir? Rəqəm istəməlidir, bir dənə də rəqəm istəməlidir. Bu rəqəmlər istəməlidir. Mən bunun adını çağırmasam, bu məndən heç nə istəməyəcək. Bunlar heç biri icra olmayacaq. Çağırdı yaxşı. Deyək ki, məsələn toplama dedim, bunu topladı. Toplayandan sonra dayandı. Axı istəyirəm yenə istəsin, desin ki, bir dənə də rəqəm daxilə, bir dənə də rəqəm daxilə, yenə onları toplasın, çıxsın, nəsə eləsin. Ona görə yenə burada çağırmışam. Şey verirsiniz. Sonra yaxşı, bu işləmir, deyib ki, çıx. Cavabı çap eləsin və bir dənə də çağırmışam. Çağıranda nə olur? Təzədən bu buradakı kodlar hamısı təzədən icra olur bura qədər. Belə bir sistem qurmuşam. Demişəm ki, hər dəfə mən bunun adı çəkəndə bu kodlar icra olunsun. Burada buradan başlayır da. Ona da mən bu kodu çalışdırıram. Bax. Deyir ki, rəqəm daxilə. 12, 11. Sonra bunlardan birini daxilə deyir, vurma. Bax, cavab 132. Sonra deyir, yenə rəqəm daxilə. Bir də işlədir. Bu sonsuz döngüyə girdik. Niyə görə? Bax, gəlir məsələn vurma hissəsinə. Görək, haradadır vurma. Bax, burada. Gəlib düşdü bura. Kod oxuyan, icra edən. Gəlib düşdü, dedi ki, vurmaqsa A ilə B-ni bir-birinə vur. Cavabı göstər. Sonra bir dənə də funksiyanı təzədən çağır. Ona görə təzədən gəldi, bizdən 2 dənə rəqəm istədi. Simvol istədi. Təzədən şərtləri yoxladı. Bütün necə maraqlı bir şeydir. Təkcə axırda çağırmaqla deyil də, sənin if-else'in varsa, ümumiyyətlə if-else biraz proqramlaşdırmanın həm belə
strukturun dəyişir. Çünki icra olunan kodlar var, bir də olmayanlar var. Hətta return biz deyir ki, funksiyada bir dənə olmalıdır, amma funksiyanın içərisində if-else varsa 2 dənə return olmalıdır. If-də bir ayrı return, elif hətta varsa onda da return. Çünki hamısının ayrı-ayrı returnlə olmalıdır. Funksiyanın çıxışı. Düzdür? Hətta bir funksiyada sən 10-15 dənə return verə bilərsən. Hansı şərtlə? 2 dənə return olmamalıdır. Buna yenə biz harda rast gəlmişdik? While-da demişdik ki, 1-1 artmalıdır. Əgər belə deyək də, burada sən if-in içərisində artırıbsan, bir də gəlibsən aşağıda artırıbsan. Həm if-in içərisindəki artırma i-ni artırırdı, həm də aşağıda 2 dəfə artmış oldu. Burada elə deyil. Burada mən bilirəm ki, bax bu if, elif, buradan gəlir else. Bura qədər də. Bunların hansıları icra olunacaq? Ya if, ya eliflərdən biri, ya da bu else. Bu else. Ona görə mən buna da return qoymalıyam, buna da return qoymalıyam, buna da hamısına return qoymalıyam. Hamısına uyğun. Və fikir versəz hamısını çağırmışam. Demişəm ki, bu bura gəlsə kalkulyator işləsin. Düz bu deyil. Bu düzgün deyil. Kalkulyator nə sualına cavab verir? Mən burada məsələn hesablat deyə bilərdim. Özüm pozmuşam burada qaydanı. Amma siz belə eləyin. Siz mənə oxşamın o barədə. Burada yenə çağırmışam. Hamısını çağırmışam. Ki, hər dəfə başa qayıtsın, bizdən rəqəm istəsin. Bəs nəyə əsasən mən bilirəm ki, bunu çağırmaq lazımdır? Çünki bilirəm ki, bax, bura baxıram da, görəm nə edirəm, cavabı göstərib. Deməli, proqramın işi bitib də, cavab məsələn 17. Ondan sonra bir dənə təzədən məndən rəqəmlər istəsin, ona görə burada çağırmışam. Düz altında. Sonra bax, burada yəni cavab çıxıb, yenə altında çağırmışam. Gördünüz? Burada cavab çıxıb. Ancaq harada cavab çıxıb orada. Bax, sıfıra bölmə mümkün deyil. Təzədən bir də 2 dənə rəqəm istəsin. Simvol istəsin. Burada cavab. Bax, zəhmət olmasa düzgün simvol seçin. Burada çağırmamışam. Niyə? Burada da çağırmamışam. Çünki niyə? Bax, burada desək ki, simvol daxilin təzədən 2 rəqəm istəmək məntiqsiz olardı. Buyur. Onu deyəsiydim. Yəni, məsələn, vurma yazmırıq, məsəl üçün başqa bir işarə yazırıq. Deyək ki, faiz yazırıq. Onda bu söz çıxacaq da, yəni onun aidiyyəti yoxdur deyə, ona görə zəhmət olmasa simvol seçin. Burada əgər bizdən şey istəsə, məsəl üçün taşıbat işlədirəm mi? Bizdən işlədir. Məsələn, rəqəm daxil. Rəqəmlər 18. Məsələn, belə bir şey yazdım. Zəhmət olmasa düzgün simvol seçin. Burada nə etmək lazım idi əslində? Rəqəmləri saxlamalıydım. Simvol istəməli idi məndən. Bax, hətta bir dənə də funksiya yazmaq olar. Düzgün simvol olmağı yoxlayan funksiya. Düzgün simvol ta ki məndən loop da yazmaq olar burada. Məsələn, nə istəsən yaratmaq olar. Hələ mənim kodumda da çatışmazlıq var. Fikir verirsiniz. Düzgün simvol seçin deyir, dayanır. Mən nə edeyim indi? Burada 2 vəziyyət var. Ya mən təzədən bunların axırında da kalkulyatoru çağırmalıyam ki, təzədən 2 dənə rəqəm istəsin. Amma bu biraz qeyri-professionaldır da. Çünki mən simvolu səhv eləmişəm də, rəqəmləri düz daxil eləmişdim. Simvolu səhv eləmişəm. Məndən simvol istəsin. Lakin mən simvolu düzgün daxil eləmirəm, məndən simvol istəsin. Yəni bunun da 2-3 yolu var. Sadəcə nədə oturub fikirləşməlisən, yazmalısın. Mən bunu prosta elə belə atmışam bura ki, sizə göstərmək üçün ki, bax, burada hamısını almışam kalkulyatorun içərisinə. Kalkulyatoru çağırmışam. Cavab çıxan yerlərdə. Burada çağırmamışam. Burada çağırmamışam. Belə. Bu funksiyanın məğzi budur. Bunu başqa cür funksiya olmasaydı, mən nətər eləyəcəkdim. Oturub onu 5 gün fikirləşmək lazımdır. Funksiya olmasaydı, mən nətər eləyim ki, toplasın, məsəl üçün, nəticə göstərsin, bir də istəsin. Rəqəm daxil. Plus. Cavab 30 sırazi rəqəm istədi. Yenə deyir 12, nə bilim. Neçəsə. Yenə istədi. Çünki bunları əlavə eləmişəm hamısını. Kalkulyatoru çağırmışam onu. Başa düşdük, bax. Məsələ budur. Bu olmasaydı, indi təsəvvür eləyin də. Bu olmasaydı, mən götürüb təzədən bir də bunları yazmalıydım hara?
Bax bunları. Yazmalıydım təzədən bunun içərisinə. Bax bunun yerinə. Çünki cavab çıxıb bir də hissəsində AB. Bunları bir də götürüb yazmalıydım bu kalkulyatorun yerinə. Onun da içərisində if istər. Bu общем getdi bu 30 sətirlik kod olacaqdı 230 sətr. Amma 30 sətrinə həlləmişik funksiyanın şotuna.